Salam əziz izləyicilər, bu günün məhsulunda ismin hallanması ismin hallanmasının testini işləyəcəyik. Altına xətt çəkilmiş sözlərdən hansı təsirli halda işləmişdir? Olmaya onun uşağı korluq çəkir. Biz burada onu istifadə edə bildik deyə, burada artıq məsuliyyətdir. Daha sonra onun saçları qızılı rəngə çalır. Burada artıq özü də onunu verib. Burada. Ya bu da məsuliyyətdir. Bunda çıxdı. Ondan sonra deyəsən onun qardaşı bacısı gəlib. Onun əlavə oldu. Əlavə etmək oldu. Onun misi günüşə çevirmək olmaz deyə bilmirik deyə. Burada təsir yaradadır. Onun kitabı çoxdan çapılır. Burada canımız D variantı. Hansı cümlədə dan çıxışlıq halın şəkilçisi, hansı cümlədə dan çıxışlıq halın şəkilçisidir? Deməli, Nailə qəfildən qışqırdı. Burada zərfdir. Qəfildən leksik şəkilçisidir. Hərdən də həmçinin, döyüşdən artıq çıxışlı halın şəkilçisidir. Çaydan isimli ism zərdə şəkilçisidir. Səni çoxdan gözləyirəmsə zaman zərfidir. Nə xoşdur ellərin şirin avazı, güllü ölkəmizin çiçəkli yazı, şairin qələmi aşığın yazı, bülbülü matqayan dillər bizlərin nümunəsində altından xətt çəkilmiş sözlərdən yalnız biri təsirli haldadır. Nə xoşdur ellərin şirin avazı. Deməli, burada məsuliyyət ellərin 3-cü nöqtəyini söz birləşməsidir. Ölkəmizin yazı 3-cü nöqtəyini söz birləşməsidir. Şairin qələmi məsuliyyət, aşığın sazı məsuliyyət, deməli avazı, sazı, yazı, qələmi, daha da qaldı Y variantı, yəni bülbülü. Bülbülü matqayan dillər bizdədir. Dan şəkilçisi ilə işlənmiş söz, hansı söz isimdir? Elə ən birinci söz yağlı, yanğından, nədən? Daha sonra, nümunədəki dost isminin hansı hallarda işləndiyini müəyyən edir. El sözüdür dost dostuna tən gərək, tən olmasa bəri başdan gen gərək. Dost adlı haldadır. Burada heç bir şəkilçisi yoxdur. Dostuna yönlü çal. Canlı oldu D variantı. Dost dostuna tən gərək, tən olmasa bəri başdan gen gərək. Yerli halda olan isim harada salınır cavab verəndə hansı cümlə üzvü olur? 6-cıda cavabımız zərflikdir. Bu cümlədə qeyri-müəyyən təsirli halda olan isim işlənmişdir. İsim işlənmişdir. Məhsul yığılanda görüşərik. Biz məhsulu yığılanda görüşərik deyə bilmirik. Göyün üzü buludsuz idi. Burada göyün artıq həm qeyri-müəyyən olsa da bu yenə yerli haldadır. Kitabı yazmaq çətin və əziyyətli işdir. Kitab yazmaq çətin və əziyyətli işdir. Biz burada kitabı yazmaq çətin və əziyyətli işdir deyə bilirik deyə burada artıq bizim cavabımız olur C variantı. Daha sonra döyüş vaxtı cəsarət əsas şərtdir. Döyüşün vaxtı qeyri-müəyyən yenilikdir, təsirlik deyil. Onun hissi çoxdan soymuşdur. Burada da artıq məsuliyyətdir. Deməli, 7-də cavabımız C variantı, 8-ə keçdik. Hansı cümlədə çıxışlı halda olan isimlə başlanır? Hansı cümlə çıxışlı halda olan isimlə başlanır? Deməli, 8-də əvvəldən bilsəydim gəlməzdim. Burada əvvəldən zaman zərfidir. Oyuna hamı razı qaldı. Oyundan nədən? Cavabımız burada oldu B variantı. Daha sonra Güldan stolun üstündə idi. Güldan stolun üstündə idi. Burada artıq isimdir. Hərdən bir gəlib məni görərdi. Burada hərdən bir artıq zaman zərfidir. Güldan isə isim. Daha sonra kimdən soruşdum demədi. Kimdən isə sual əvəzlidir.
Biz sülhün tərəfdarıyıq cümləsində sülh sözü münasib halındadır. Artıq mən bunu oxuyarkən də dedim ki, sülhün tərəfdarıyıq. Yəni burada qeyri-müəyyən, yəni haldadır. Hansı cümlədə yönlük halda olan isim var? 100 dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax. Burada elə cavabımız A variantı. 100 il olsan da onu xatirə edək, o vəfasız qalib gəlməyəcək. Burada heç bir şey yoxdur. Bir həftədən sonra vuruşmağa gedənlərin sayı xeyli artdı. Baxın, burada bir çaşdırıcı nədir? Vuruşmağa. Bu söz ancaq bu məslərdir. Bizdə isə nə istəyir? İsim. Yəni, məsəl isə feildir. Yəni, buradakı A yönlü şəkilçisi olmasına baxmayaraq, isimli, yəni ona görə C variantı çıxdı. Daha sonra qızım sənə deyirəm, gəlinim eşit. Sənə burada sənə götürə bilərdik, yenə əvəzi kimi yönlü halda olan söz kimi, ancaq bizdən söz deyil, isim istəyir. Ona görə də burada cavabımız oldu D variantı. Daha doğrusu çaşın burada cavabımız D variantı olmayacaq. Y'yə baxaq. Azadlığı istəmirəm. Zərrə, qram. Burada da heç bir şey yoxdur. Burada sadəcə bir dənə bir şey var. Bir dənə belə şəkilçi var. Siz bunu yönlü hakimi karıştırmayın çünkü bu fe'li bağlama şəkilçisidir. İndi isə keçdik 11-ci suala. Hansı cümlədə çıxışlı halda olan isim vardır? Hərdən biz tərəflərə gəlin. Burada hərdən zamanzəfidi yaxşını yamandan ayırmalıyıq. Burada yaman isim değil, sıfatdır. 5-6'dan azdır. Burada saydır. Sözü qorxmadan demək lazımdır. Bu da madan mədən birlikdə götürülür. Sənin bağdan, burada artıq nədən, haradan, dünən gəlir. Deməli, 11-də də cavabımız oldu Y variantı. Daha sonra 12. Yol ismi hansı cümlədə təsiri halda işləmişdir? Sel yolu çorlamışdır. Selin yolu, biz burada selin yolu deyə bilmirik. Bəzən bunu çaşa bilərsiniz burada. Selin yolu deyə bilmirik deyə və onun yolu çorlamış deyə bilmirik də cavabımız oldu A variantı. Daha sonra isim hansı hallı özündən sonra, ismin hansı hallı özündən sonra mənzəvə şəkilçili söz tələb edir və onunla birlikdə cümlənin bir üzvü yerində işlənir. Burada cavabımız C variantıdır. Yəni çal. Daha sonra ismin qeyri-müəyyənlik ifadə edən halları hansılardır? Yəlik və təsirlik. Daha sonra məktub sözü hansı məktub sözü hansı cümlədə təsirlik haldadır? Mən ona bir məktub göndərdim. Məktubu göndərdim. Cavabımız burada A variantı. Bəli. Nümunədəki yerlik halda olan sözləri müəyyən edin. Bir əlində yaz günəşi, birində baxar, yazın günəşi deyə bilirik. Yəni, burada yerlikdir. Neçə bayram qarşılayır bizim nəsillər. Baxın, bizlə mən sözündə yerlik hanı şəkilçisi ön çevririk im şəkilçisi kimi. Ona görə də bizim cavabımız burada yazla bizimdir.
Kitab sözü aşağıdakı cümlələrin hansında adlı haldadır? Dostuma kitabı bağışladım. Burada təsirlikdir. Biz kitab mağazasına getdik. Kitabın mağazasına getdik. Yerlikdir. Burada Siraj mağazadan kitabı aldı. Burada təsirlikdir. O kitabın həvəskarıdır. Yəni gəlirik. Daha sonra insanın ən yaxın dostu kitabdır. Burada artıq şəxs var deyə cavabımız oldu E variantı. Birləşmələrin birinci tərəf yerlik halda olan məsuliyyət çəkilsinin isimdir. Demək, oxumağın xeyri, qəlbin incəliyi, ürəyimin arzusu, uşaqların üçü və birisinin yazdığı. Cavabımız burada C variantı. Daha sonra neft sözü təsiri halda işləndiyi cümlə hansıdır? Bakı nadir nefti istehsal edir. Bakı nadir nefti istehsal edir. Elə burada cavabımız A variantı. Neftin daşlarında işləmək fədakarlıqdır. Neftin yerlikdir. Respublikamızda ayrıca xeyli neft daşınır. Adlıq, Azərbaycan nefti, Azərbaycanın nefti çoxlarına dizilik vermir. Buradakı yerlik, qeyri müəyyən yerlik, buradakı isə adlıq burada çıxdı. Azərbaycanın əsas sərvəti neftdir. Azərbaycanın əsas sərvəti neft. Yəni burada üçüncü növ təyini söz birləşməsidir. Burada da şəxs var, adlıqdır. Aşağıdakı cümlələrin birində qələm sözü adlı haldadır. Gəlin baxaq. Onun qələminin rəngi bənövşəyidir. Yerlikdir. Qələmin qiyməti baha idi. Yerlikdir. Mən mağazadan qələmi aldım. Təsirlikdir, qeyri-müəyyən. Qələmin sahibi qeyri-müəyyən yerlikdir. Qələmin yaxşı yazır. Sənin qələmin yaxşı yazır. Yəni gördü burada adlıqdır. Mənim əlim söz birləşməsinin tərəflərinin qəbul etdiyi im şəkilsinin bir-birindən nə ilə fərqlənir? Deməli, gəlin baxaq. Hər iki tərəfdəki mənsubiyyət şəkilsisidir. Xeyr, biri xaldır. Çünki bax mən dediyim kimi, mənlə bizim sözündə əvəzliklərində imə çevrilir. Ona görə bu səhvdir. Birinci tərəfdəki mənsubiyyət, ikinci isə H şəkilsisidir. Burada əks halda olmalı idi. Yəni bu səhvdir. Daha sonra birinci leksik, ikinci qrammatikdir. Burada hər ikisi də qrammatikdir. Bundan çıxdıq. Hər iki tərəfdəki hal şəkilsidir. Bu səhvdir, bir mənsubiyyətdir. Birinci tərəfdəki hal, ikinci tərəfdəki mənsubiyyət şəkilsidir. Və bu iki variantı doğrudur. Hətta mən burada da dedim ki, birinci tərəfdəki mənsubiyyət deyirdi. Burada ikinci tərəfdəki hal. Mən dedim, burada əslində əks halda olmalıydı. Yəni burada da doğru cavabımız var, Y variantı. Hansı cümlədə kitab sözü təsiri haldadır? Dostum kitabın həvəskarıdır, qeyri-müəyyən yerlik. Kitab bilik mənbəyidir. Bu da adlıqdır. Kitabı evdə qalıb. Onun kitabı evdə qalıb. Bu da adlıqdır. Bu maraqlı kitabdır. Şəxs adlıqdır. Çox kitabı oxumaq insanın məlumatını artırır. 22-də cavabımız oldu. E variantı. Kitab sözü hansı cümlədə adlı haldadır? Kitabın cildi göydür. Deməli, burada yerlik. Kitabın məndədir. Sənin kitabın məndədir. Cavabımız oldu B variantı 23-də. Dediklərimi kitabın səhifələrindən oxumuşam. Yerlik, qeyri-müəyyən.
Mənə kitabı ver, qeyri-müəyyən təsiri. Bu cür təmin kitabıdır. Şəxs, adlıq hal. Cümlələrin hansında isim həm mənsubiyyət, həm də yiyəlik halın şəkilçisini qəbul etmişdir. Arxın dibi görünür, bunu çıxdıq. Dəniz suyunun səviyyəsi artır. Dənizin suyunun səviyyəsi belə. Üzümün şişi çəkilibdir. Burada 3-ü götürəcəyik. 4-dəki çıxdı. Deməli 2-3. Cümlələrin birində qeyri-müəyyənlik bildirən təsiri halda olan söz işləmişdir. Axır dəniz kimi yaşıl zəminlər, gül-gülü çağırır, sümbül-sümbülü. Bunu çıxdıq. Rövşən çöldə oynadığı vaxt yerdən bir daşı tapmışdı, daşı. Cavabımız B variantı. Qeyri-müəyyən təsiri haldadır. Daha sonra ağıl kişi əhvalatı oğluna danışdı. Əhvalatı burada müəyyəndir. Müəyyən təsirlikdir. Bizdən qeyri-müəyyən istəyir. Daha sonra onlar dəmir yolunu keçməli idilər. Dəmirin yolunu. Burada da adlıq halına yiyəlik haldır. Piyadalar düşmənin səngərinə, yəni adlıq halına yiyəlik hal. Düşmənin səngərinə yaxınlaşırdılar. Deməli, ev ismi hansı cümlədə adlıq haldadır? Kəndimizin evləri çiy kərpicdəndir. Elə cavabımız A variantı. Sadəcə qrammatik şəkilçi qəbul edib və başqa digər bir şəkilçi yox olmadığına görə ev ismi adlı halda oldu. Ustalar kənddə ev tikirdilər, evi tikirdilər deyə bilərik. Çıxdıq, təsirik. Evləri təmir etməyə başlamışdıq. Onun evləri təmir etməyə başlamışdıq deyə bilmirik deyə artıq burada təsiri haldadır. Yəni burada buradakı kimi ları var deyə bunu adlı hal götürməyin. Həm cümlənin başında gəlir, həm də bir onunu qoyun və yoxlayın, görün düzmü yoxsa. Dostum evini dəyişdirir. Dostum evini dəyişdirir. Bunu çıxdıq. Evin divarları nəmdir? Yiyəlik haldadır burada. Qaldırsın başını göylərə sarı. Geniş tarlada dərs payları. Nümunədə altına hədd çəkilmişsiniz. İsmin hansı halındadır? Yiyəlik, dərzin tayları. Daha sonra gəlirik 28-ə. Həzanın yarpağı tək üzü saralsın. Qeyri-müəyyən yiyəlik. Burada yiyəlik var. Cavabımız C variantı. Daha sonra hansı birləşmədə təsiri hallı söz işləmişdir? Bunun çabaladığı yarpaqlar çıxdıq. Xəzərin dənizi çıxdıq. Qeyri-müəyyən yiyəlikdir. Elmi fəaliyyət çıxdıq. Onda çıxdıq. Deməli, cavabımız oldu D variantı, gözəlliyi duymaq. 30-da da həmçinin D variantı, yaxşılığı qiymətləndirmək. Burada mən nəyə əsasən tapıram? Özündən sonra adətən feil gəlir. Ona əsasən tapıram. Qeyri-müəyyən yiyəlik çallı isimlərdən birinin müəyyən yiyəlik çala çevirmək olmur Azadlığın prospekti. Biz dedikdə Azadlıq prospekti deyirik. Azadlığın prospekti demirik. Ancaq Sabirin üslubu deyə bilirik. Meyvənin şirəsi deyə bilirik. Dostun gəlişi deyə bilirik. Qalanın qapısı deyə bilirik. Qeyri-müəyyən yiyəlik hallı isimlərdən birini yiyəlik hala çevirmək olmur. Gəncliyin metrosu demirik biz. Daha sonra düşmənin gözünü deyə bilirik. Füzulinin üslubu deyə bilirik. Şairin ilhamı deyə bilirik. Qalanın divarı deyə bilirik. Hansı cümlə yiyəlik çalda olan isimlə başlanır? Yiyəlik çalda olan isim. Sənin fikrin mənə aydındır, adlıq. Gülün ətri, cavabımız B variantı. Sənin pisin əzablarını
Oturmuşduq. Sənin sözlərinə şərikəm. Sənin burada əvəzi idi. Bizdən isim istəyir. Burada da sifət idi. Gülün danışın balalar. Gülün feildir. Hansı cümlədə yerli halda olan isimlə hansı cümlə yerli halda olan isimlə başlar? Bu sefer yerli istəyir. Onda zamandır, səndə əvəzi idi, zərfdə bu qoşmadır. Bunda çıxdı. Bölgədə cavabımız elə D variantı. İçəridə adam çox idi. İçəri yer zərf. Xəstəxananın həkim və tibb bacılarının siyahısı altından hədd çəkilmiş siyahısı birləşmədə altından hədd çəkilmiş sözün hansı halda olduğunu buraxılmış şəkilçiləri müəyyən edin. Deməli, 35-də təsiri haldadır. Zəm mənsubiyyət hal həkimlərin burada alınmış. Bu da çıxdı həmçinin. Və aclıq halda olanlar da çıxır. Qaldı bir dənə Y variantı. Azərbaycanın şair və yazıçılarının portretləri birləşməsində altına hədd çəkilmiş sözün hansı halda olduğunu buraxılmış şəkilçiləri müəyyən edin. Yəliş haldadır. Zəm mənsubiyyət var. Cavabımız elə oldu. A variantı. Uşaqların doyunca çörək yeyər, paltar geyərlər. Uşaqların cümləsinin altı işarələnmiş isimlərin hansı haldadır? Çörəyi yeyər, paltarı geyərlər, təsiri. 37-də cavabımız D variantı. Bir dəqiqə. Deməli, biz Təbrizdən gül toxumu gətirdik, uşaqlara hədiyyə aldıq. Cümləsində işarələnmiş isimlər hansı haldadır? Gəlin baxaq. Deməli, gülün toxumu, adlıq, uşaqlara hədiyyəni aldıq. Dəqiqə burada təsiri haldadır. Çünki gülün toxumu gül toxumu burada təsirlidir. Yenə təsiri oldu. Sonu q ilə bitən isimlər hallandıqda hansı hallarda q-yi əvəzlənməsi baş verir? Q-ğı əvəzlənməsi baş verir. Gəlin baxaq. 39-da cavabımız elə A-dır. Çünki bir yönlükdür, yəlikdir, bir də təsiri hallarda baş verir. Eyni şey burada k-yi əvəzlənməsi ilə də baş verir. Yəni yəlik, yönlük, bir də təsiri. Cavabımız B variantı. Hansı cümlədə mənsubiyyət şəkilçili isim işlənmişdir? Gəlin baxaq. Xınalıq kəndinin cəmaatı şeriyanlıq edirdi. Kəndinin mənsubiyyət. Daha sonra artıq kənddə yeni bir yol çəkildi. Burada heç nə yoxdur. Yolun çəkilişi asan başa gəlmədi. 1, 3, bir də 4. Doğma yurdumuza. Yurdumuz. 1, 3, 4. Cümlələrin hansında dadə yerli hal şəkilçisidir? Mən də bu gün səninlə getmək istəyirəm. Bu deyil. 1 deyil, 5 deyil, onlar həyatda. Cavabımız budur, həyatda. Qeyri-müəyyən yəlik halda olan isim hansı cümlədədir? Gəlin baxaq. Deməli, qeyri-müəyyən yəlik. Bəxtin qarası heç kəsə nəsib olmasın.
Nəsib olmasın. Daha sonra bir dəqiqə üzrü şu an burada saç düzəltdim. Bəxtin qeyri-müəyyən yiyəli hadisəsinə baxmamışam. Burada ini görmüşəm, elə bilim sadəcə yiyəli istəyir, ancaq qeyri-müəyyən yiyəli istəyirmiş. Başqasının eybi. Bunu çıxdıq. Bizi sıxır. Üzrsən. Bizi sıxan əziz torpaq həsrət bizi sıxan əzən torpağın həsrətidir. 3. Cənnət anaların ayaqlarının altındadır. Ayaqlarının. Bir də 4. Buna çıxdıq. 3-dən 4. Daha sonra işarələnmiş sözlərdən ikisi adlı haldadır. 44-də gəlin baxaq. Əmim bu gün qayıdacaq. Mənim əmim adlıqdır. Burada heç bir halqın şairi yiyəlikdir. Vasif yaxşı tələbədir. Adlıqdır, şəxs var. Bunlarda çıxdıq. Cavabımız qaldı C variantı. Can əzizlər, bu günlük bu qədər idi. Mən bu günlər sizə ismin hallanması mövzusunu test obuzunu işlədik. Kanala abunə olub like atmağı unutmayın. Videomu bəyəndinizsə əgər və dostlarınızla paylaşmağı unutmayın videonu. Sağ olun, bu günlük bu qədər idi. Gələn videolarda görüşmək ümidi ilə.